Salam uşaqlar, axşamınız xeyir. Gəlin Excel-ə baxaq. Cədvəl prosesoruna. Testlərinə baxaq topludan. Elektron cədvəldə düsturlardan hansılar doğru yazılmışdır? Baxın, Excel-də əgər hər hansısa bir düsturu yazırıqsa, mütləq ki, ilk öncə bərabərlik işarəsi olmalıdır. Yəni, bərabərlik işarəsi yoxdursa, bu düzgün düstur deyil. Bir də burada baxın D-yə və A-ya. İndi Excel-in üzərində göstərim. Mən sizə demişəm, durduğumuz xana, sətir, sütun, hər ikisinin adı olmalıdır. Baxın, məsələn, mən burada durmuşam. Yəni, görürsünüz, 8-ci sətir, D sütunu. Yazıbmı? D8. Harada durursansa dur. Sütunu da göstərməlidir, sətiri də göstərməlidir. Amma burada görürsünüz, D yazıb. Sütunu göstərib, amma demir hansı sətirdədir. Ona görə yanlışdır. Cavab A variantı. A7 xanasının qiymətinin B3 xanasının qiymətinə nisbəti. C variantı. Nisbət adi bildiyimiz. Elektron cədvəlin A3 xanasındakı düsturu C7 xanasına köçürsək, C7 xanasında hansı düstur yazılmışdır? Baxın, A3-dən C7-yə gedirik. Tutaq ki, bura A, B, C. Çəkim ki, gözünüzün qabağında olsun. Bura 3-dür. 4, 5, 6, 7. Baxın, 7-yə gedirik. C7-yə. Bax, burada olsun 7-də. Yəni, məsəl üçün çəkdim onsuz da. Bura lap C-ni bura yazım. Bura 7 olsun. Nə deyir? B4-dür. B A-dan C-yə gəldi nə olacaq? A-da B-dirsə, B-də olacaq C, C-də olacaq D. D 4-dən 7-yə gedir. A3-dən C7-yə gedir. Burada 3-də 4 imiş. A3-də 4-dür. Sonra A4-də olacaq 5, A5-də olacaq 6, A6-da olacaq 7, A7-də olacaq 8. Yəni C7-də də 8 olacaq. Addım olaraq 8-ci, sətr olaraq 8-ci. Üstə gəlirəm. D8 üstə gələk, bərabərlik işarəsi mütləq olmalıdır. C5, C-miz nə olacaq? A-da C-dirsə, B-də D olacaq, C-də Y olacaq. Yəni E hərfi. 5-dirsə, neçə addım artır? 3-dən 7-yə 4 addım atıb da. 5-dirsə olur 9. E9, vuraq 2, çıxaq 4. Bu rəqəmlər dəyişmir. Yəni D8, üstə gələk E9, vuraq 2, çıxaq 4. Haradadır? D8, E9. Aha, D elə ilə ki, E variantındadır. Elektron cədvəldə A3 xanasında yazılmış düsturu. A3 xanasında yazılmış düsturu deyil, C8 xanası. Gəlin bunu pointlə çəkim. Hər hansısa bir sətir sütun xana çəkək. Ki, gözümüzün qabağında olsun. Burada yer azdı deyə. Ya da gözlüyüm, skrin eləyim. İletişim də götürüm. Gedək point, orada rahat yazaq. Baxaq. Uşaqlar, deyir ki, A3 xanasında çəkəyin. Bu qalmışdıraq qələmi. Aha, A3 xanasında 1, 2, burası A, B, C, D. Hara gedəcək? Bəsdir bu qədər hələ ki. Fuat düş bir dənə. Fuat düş bir dənə. 2, 3, 4, 5. Hələ ki bu qədər çəkək. Pis çəkdik, yenə də çəkdik. Aha, deyir A3 xanasındakı düstur. A3-də nə yazılıb? Bərabərdir. B, daha doğrusu B, dollar 4. Yəni sütun sətir dəyişməyəcək. Üstə gələk, dollar, C, vuraq 2, çıxaq 4. Bunu A3-də yazıb. Deyir C8 apar. Tutaq ki, bura A3-dür. Bura C8-dir. Məsəl üçün, C8 bura gətir. A3-də yazıb, deyir, bura gətir. 3 ilə 8 arasında onsuz da 5 fərq var. Belə deyək ki, 5 dənə sətir fərqi var. Burada A-C-yə gedəndə A-da B yazılıbsa, B-də C yazılacaq, C-də D yazılacaq. Bura olur D, 4. Çünki sütun sətir dəyişməyəcək. D4. Baxın, bunlar getdi. Burada dəyişir 9 eyib, 8 eyib. Üstə gələk. Sətir. Burada sütun dəyişməyəcək. C olduğu kimi qalır. 2-dən də 5-ə nə olur? Neçə addım artıb? Burada 2 verib hanı? Hə, 5 verir. Daha doğrusu 5-dir bura. C5 vuraq 2-dir. 5-dən 8-ə neçə belə deyək də vahid artıb? 5 vahid. Onda bura olur C10. Çıxaq, vuraq 2, çıxaq 4. D variantı. Elektron cədvəldə qarışıq ünvan. Qarışıq deyəndə biri mütləq olmalıdır, biri nisbi olmalıdır. Bax, bu nisbi ünvandır. Bu mütləq ünvandır.
Bu heç düzgün yazılış deyil. Düzgün yazılış deyil. Baxın, F sütun mütləqdir, sətir amma nisbidir. Yəni 20-nin qarşısında yoxdur işarə. Elektron cədvəldə B3 xanasında yazılmış düstur. Yenə baxın uşaqlar, çaşdığınız budur. Xanalara apara bilmirsiniz bəzən. Bir də yazaq. Qələmi nazikləşdirim. Sərgəl görüm cədvəl çəkə bilərəm. Nə deyir bizə? B3 xanasında olan düsturu B2-yə. Ha, bu bir sütun üzərindədir. Yəni sütun üzərindədirsə, baxın, sütunların yəni hərflər dəyişməyəcək. A, B, C, D. Bizə deyir ki, B3 deyil. Bura olsun 3. Səhv çəkdim, amma yenə də olsun. Və biz hara gedirik? B2-yə. Daha doğrusu bura 3 olsun, bura 2 olsun. Deyir B3-dəyik, buradayıq. Qayıtmalıyıq bura, yəni yuxarı getməliyik. Sətir olaraq azalır, sütun olaraq eyni sütun üzərindəyik. Məsələn, deyir ki, C görürsüz dollar işarəsi var. Yəni mütləqdir. 2 dəyişməyəcək. C də dəyişməyəcək. Çünki biz bir sütun üzərində hərəkət ediriksə, bax bir sütun üzərində hərəkət ediriksə, yəni sütun hərfimiz niyə dəyişsin ki? Biz bir sütun sağa, sola, fərqi yoxdur. Bir neçə sütun sağa, sola geçsək sütunlar dəyişir. Sətir də, yəni aşağı, yuxarı geçsək sətir dəyişir. Yəni bir sütun üzərində görürsüz B3, B2. Hərəkət ediriksə, sütun adları onsuz da dəyişməyəcək. Burada 2-də dəyişmir, çünki mütləq işarəsi var qarşısında. Burada 3 dəyişir, yuxarı qalxırıq. 3-dən bir adım yuxarı qalxanda 2 olacaq. Yəni C2 olduğu kimi qalır. Bura 1-dir, səhvdir. C2 olduğu kimi qalır. B3 yox, D2 olur. Bu da səhvdir. B2 yazıbdır. Burada da B2 yazıb. D2 olur. Üstə gələ 2. 2 də olduğu kimi qalır. Keçək növbəti suallara baxaq. 7-ci sualda. Deyir ki, elektron cədvəldə bir sətirdəki xanadan digər, bax, sətri dəyişməyəcək deyirsə, mütləq ki, nə olmalıdır? Sətrin qarşısında olmalıdır mütləq işarəsi. Əgər deyirsə ki, sətir dəyişməyəcək, işarə sətrin qarşısında. Bu heç nə. Burada hər şey dəyişir. Burada sütun dəyişmir. Burada yenə nisbidir, burada nisbidir, amma bir dənə sətri dəyişməyəcək. Yəni mütləq olacaq D variantıdır. Elektron cədvəldə B4, B5, C4, C5 xanalarına uyğun olaraq baxın. Məsələn, B4-ün qiyməti deyir 1-dir, uyğunlaşdırıb. B5-də 3-dür, 4-dür, 2-dir. Sonra bizə deyir ki, Y9 xanasına sam B4-dən C5-ə. Yəni bunların hamısını deyir topla, üstünə də 3 gəl. Toplayanda nə eləyir? 6, 9, 10, 10 üstü düşgəndə 13. Sonra elektron cədvəl fraqmenti əsasən B2 xanasını, baxın buranı tapmalıyıq. Sam toplamadır, yadınıza saxlayın. Sam toplamadır. Demək A1-dən A3-ə. Uşaqlar, 2 nöqtə ilə A1-dən A3-ə izah eləmişdim. Bu diapazon deməkdir. Yəni A1-dən A3-ə olan bütün qiymətləri götürürük. 3, 3, 7. Bu eləyirmi 13? 13 üstə gələk. Sam C1-dən C3-ə. Yəni hamısını götürürük. 13 üstə gəlirik nə? 10, 10 eləyir bura. Onu da bölürük 5-ə 2. Cavab eləyir 15. Sonra deyir ki A1, A1-imiz 3-dür. Üstə gələk. 3 üstə gələk. C1, C3. C1 baxın üstə gələkdə ayrı-ayrı verir. C1-in qiyməti 6-dır, C3-ün qiyməti 3-dür, 9. 9-u 5-ə böləndə 1,8 eləyir, səhv eləmirəmsə. 1,8 eləməlidir. Toplayanda da 4,8. Elektron cədvəldə hansı düstur doğru yazılmışdır? Səhvdir, bərabərlik işarəsi yoxdur, səhvdir, səhvdir. Burada da səhvlik nədədir? Baxın, mütləq işarəsi sütundan sonra yazılıb, hətta sətrin nömrəsi də gəlir sütundan əvvələ. Doğru cavab B variantıdır. Elektron cədvəldə B2 xanasına yazılmış A3 və C5 düsturu D5 xanasına köçürülərsə hansı düstur alınar? B2 xanasına yazılmış, baxın burada dəyişəcək. Ona görə gəlin yazaq. Yəni, aha, bir dənə götürüm sualları, gedək yazaq. Aha, baxaq suallara. Demək, gəlin çəkək. Bir dənə gözümüzün qabağında nümunə çəkək, böyük-böyük çəkək ki, düsturları yazaq. Baxaq görə, indi bir dənə düsturları. Deməli, B2 xanasında yazılmış düstur D5-ə köçürüləcək. 1, 2, 3, 4, 5-i bura yazın. Buranı boş çəkdim. Ensiz çəkdim, nəysə. A, B, C,
D. Tamam. Bize deyir ki B2'də yaz. B2'də yazıram. Düstura yazıram. Baxın gözünüzün önündə olsun. A3 üstə gələk C5. A3 üstə gələk C5. Deyir bunu köçür B5'e. Bax bura gəlirik. 5-ci baxın bura. A'mız olacaq nə? A burada B sütununda A'dır. A bir addım gedir. A'dan sonra hansı hərf gəlir? B. B'dən sonra hansı hərf gəlir? C. A olacaq C. 3. 3 nə olacaq? Burada 3'dürsə 2'də. Burada olur 4, 5, 6. 3 addım fərqləri var. Oldu mu 6? Üstə gələk. C nə olacaq? B sütununda C'dir. C sütununda D'dir. D sütununda da E'dir. 5 də olacaq. 6, 7, 8. C6 üstə gələk E8. Baxın D variantı. İndi burada nə deyir? A2 xanasında yazılmış. Baxın burada yazılıb. A2 xanasında yazılmış. Mütləq B1 üstə gələk D mütləq 5. Aşağıda yazdım ama bilərik. Bu deyir C6'ya köçməlidir. Bir dənə də sütun çək, sətir çəkək. Çox qəşəng çəkir uşaqlar. Baxaq. C6'ya köçən zaman nə olur? Əgər qarşısında mütləq işarəsi varsa, B sütunu dəyişmir. B 1'dirsə, bura 6'dır. Burada 1'dirsə, 2, 3, 4, 5. Olur 5. Üstə gələk. Çünki 2'dən 6'ya neçə addım var? 4 addım var. Burada 1'dirsə, 1 üstə 4 gəlir 5 eləyir. Sonra üstə gələk. D 5'dirsə, D'miz nə olur? A'da D'dirsə, B'də Y olur, C'də F olur. F. Baxın, qarşısında mütləq işarəsi var, 5 dəyişmir. Demək, mütləq B 5, üstə gələk F5, B variantı. Sonra elektron cədvəldə B2 xanasına yazılmış düsturu C9 xanasına, daha doğrusu B2'də yazılıb, D9'a, D7'yə köçürək. Bir dənə də sətir çəkməliyik, bir dənə bunu silim. Deyir ki, yazaq bir dənə B2, burada B, C, D. Neçədə yazıb? B2'də yazıb. 2'dən başlayaq elə. 2, 3, 4, 5, 6, 7. Aha, B2'də nə yazıb? Bərabərdir. Mütləq A. Heç biri dəyişməyəcək. Çünki mütləq 3. Üstə gələk. Bu aşağı yenirəm amma bilin ki, yəni B2'də yazmışam. C4. Üstə gələk C4. Buna deyir köçür D7'yə. Baxın bura gələcək. Birincidə hər iki tərəfdə mütləq işarəsi var deyə A3 olduğu kimi qalır. Üstə gələk. Burada B var, B sütununda C'dir. C sütununda D'dir. D sütununda E olur C. Üstə gələk. Aralarındakı fərq nədir? 2'dən 7'yə 5'dir. Burada, məsələn burada 4'dürsə, 4'dür, 4. 5, 6, 7, 8, 9 olur. Üstə gələk E9. Yəni nə oldu? Mütləq A3, üstə gələk E9, A variantı. Keçək başqa tip suallara baxaq. Eyni tipdə baxmayaq. Fərqli suallara. Məsələn 17'yə baxaq. Bir-iki dənə də bunlardan baxaq. Elektron cədvəl fraqmentində əsasən B3 xanasındakı göstərilən düstur C4 xanasına köçürülərsə, C4 xanasındakı düstur necə olacaq? B3'də yazılıb. B3'də yazılıb ki, A1, A2 üstəgə B1. Birinci A1'i tapaq. Burada A1'i tapırıq. Yoxsa bizdə deyir ki, sadəcə düsturu tap. C4 xanasına köçürülərsə, C4 xanasındakı düsturu tap. B3 xanasındakı göstərən B3 xanasında göstərən düstur C4 xanasına köçürülərsə, B3'də nə göstərilib? A1 üstəgə B1. Bu B3'dədir. Bunu deyir C4'ə köçür, bura köçür. A olacaq B, düsturu sadəcə göstərin. B, 2 olacaq 3, çünki bir vahid artıb. Üstə gələk. B olacaq C, 1 olacaq 2. Mən hesablayırdım, hesablama lazım deyil. Sadəcə deyir ki, düsturun yerini dəyişəndə nətər olur? Elektron cədvəldə yenə eynən toplama verir burada. Deyir D1 xanasındakı düstur D2 xanasına köçürəndən sonra D3 xanasında alınan qiyməti tapın. D1'i bunu köçürək D2'yə. Bu B olduğu kimi qalır, amma 1 olur 2. Çünki bir vahid artdı. Üstə gələk. C də olduğu kimi qalır, çünki bir sütun üzərindəyik. C qarşısında dollar işarəsi olduğuna görə, mütləq işarə olduğuna görə 3. Üstə gələk 3. Hesablayaq. Görək D1'də nə alırıq? B1, 3, üstə gələk C3, 2. 5, 5'in üstü 8. Sonra B2, 1, üstə gələk C3, yəni 2, olur 3, üstə də 3 gələndə 6.
6 ilə də, çünki deyir D1 və D2-ni topla. 6 ilə də 8-i toplayanda 14. Cavab 14-dür. Baxaq görək başqa tipdə çətin sizə çətin gələcək nə var? Uşaqlar, buradan belə yaza bilərsiniz. Çünki eyni tipdə suallardır.